Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında e-ahik elektron rezervasiya sisteminin təqdimatı keçirildi. Tədbirdə yollayışların verilməsində e-ahik elektron rezervasiya sisteminin üstünlükləri haqqında məlumat verildi. Bildirildi ki, sistem yollayışların verilməsi prosesində əlçatanlığın, şəffaflığın və operativliyin təmin edilməsi məqsədi ilə yaradılıb və elektron sistem vasitəsilə sanatoriya, kurort və istirahət mərkəzlərinə yollayışı daha asan və rahat şəkildə əldə etmək mümkün olacaq. Qeyd olundu ki, e-ahik sistemi üzərindən müraciət qəbul olduqda təsdiq barədə müraciət edən şəxsə məlumat verilir. Sonra şəxsi kabinetdə ödəniş linki ilə yollayışın qismən dəyəri ödənilir və elektron yollayış müraciət edən şəxsin elektron poçt ünvanına göndərilir. Yollayışı əldə edən şəxs elektron yollayış və şəxsiyyət vəsiqəsi ilə göstərilən tarixdə sanatoriya və istirahət mərkəzinə yaxınlaşır. Həmçinin tədbirdə sistemdən istifadə qaydaları haqqında da təqdimat edildi. Bugündən istifadə verdiyimiz E3 ahik az elektron rezervasiya sistemini artıq vətəndaşlarımızın ixtiyarındadır. Platformamız 3 hissədən ibarətdir. Birinci hissədə vətəndaş digital login vasitəsilə sistemə daxil olaraq öz şəxsi məlumatlarını, ailə məlumatları, əlaqə vəsilələri və əgər sosial həssas qrupa aidsə o sənədlərini yükləyir. Növbəti etapda vətəndaş müalicə və yaxud da ki, istirahət üçün yollanacağı məkanı seçir. Həmin tarixlər və məkan uyğundursa, müvafiq təsdiq düyməsini sıxır və bu təsdiq mesajı bizim Kurort Turizm İnformasiya Mərkəzi və həmçinin Respublika Həmkarlar İttifaqı operatorları tərəfindən təsdiq olunur. Təsdiq olundan sonra vətəndaşa dərhal bildiriş gəlir və bu bildiriş əsasında vətəndaş ya onlayn ya da ki, digər ödəniş vasitələrindən ödənişini eləyir və vətəndaşın şəxsi kabinetinə onun elektron vauçeri avtomatik olaraq daxil olur və həmin vauçer vasitəsilə vətəndaş şəxsiyyət vəsiqəsi də götürərək müvafiq istirahət və ya ki, müalicə məkanına yaxınlaşır və artıq yollayışından istifadə etmiş olur. Sonra ittifaq üzvlərinin əməkdar hüquqlarının müdafiəsi, sağlamlığının qorunması, istirahətinin təşkil istiqamətində görülən işlərdən, aparılan islahatlardan və tətbiq edilən yeniliklərdən bəhs edən video nümayiş etdirildi. Konfederasiyanın həyata keçirdiyi ahik könüllüləri, layiqli əmək səfirləri, sağlamlığa doğru qaç, həmkardan həmkara qayğı ilə layihələri barədə ətraflı məlumat verildi. Diqqətə çatdırıldı ki, Konfederasiya tərəfindən ittifaq üzvləri üçün əlavə xüsusi endirimlər və bonuslar təqdim edən Ahik Plus proqramının da yaxın vaxtlarda icrasına başlanılacaq. Proqram üzvlərin sosial rifahının yüksəldilməsini, mal və xidmətlərə daha sərfəli çıxış imkanlarının yaradılmasını hədəfləyir. Tədbirdən sonra media nümayəndələri Kurort Turizm İnformasiya Mərkəzi ilə tanış oldular. Məlumat verildi ki, e-ahik sistemi üzərindən edilən müraciətlər bu mərkəzdə emal olunur. Bugünkü günə 26 mindən artıq müraciətimiz daxil olub. Onlardan 22 mini təsdiq və təhvil prosesindədir. Yəni bu statusdadılar. Ümumi müraciətlərin 90%-i müsbət cavabla təsdiqlənirlər. Müraciətlərin sayı çox olduğu üçün artıq e-ahik platforması aktivləşir və bizə müraciət edən üzvlər yalnız telefon vasitəsilə deyil, birbaşa elektron portal üzərindən də müraciətlərini daxil edib öz istirahətlərini planlaya bilərlər. Media nümayəndələri həmçinin Konfederasiya tərəfindən yeni yaradılan əməyin mühafizəsi və hüquqi yardım mərkəzində də oldular. Bildirildi ki, mərkəzdə ittifaq üzvlərinə əməyin hüquq və texniki müfəttişləri tərəfindən əmək münasibətlərində hüquqi məsələlərlə bağlı ödənişsiz hüquqi yardım göstərilir. Məqsəd Həmkarlar İttifaqı üzvlərinin əmək, sosial-iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsinin daha etibarlı təşkili ilə məmnunluq səviyyəsinin yüksəldilməsidir. Jalə Novruzova, Əhməd Mahmudov, Real TV.